Bəli, birbaşa məsələnin özəyindən başlayaq. Bütün mənbələr, istər rəsmi sərəncamlar olsun, istər Le Parisien kimi nəşrlər hamısı bir şey deyir. 1 yanvar 2026-cı ildən Fransada uzun müddətli qalmaq istəyənlərin qarşısına, necə deyim, çox ciddi bir maneə çıxır. Bəli, bəli, söhbət tamamilə yeni, məcburi bir imtahandan gedir. Və bu sadəcə bir formal test deyil. Mənbələrdə ekzamen sivik, yəni vətəndaşlıq imtahanı deyirlər buna. Vətəndaşlıq imtahanı. Amma əslində bu, Fransa cəmiyyətinə inteqrasiyanın nə demək olduğunu, demək olar ki, yenidən tərif etmək cəhdidir. Yəni, söhbət təkcə qanunları bilməkdən getmir. Həm də Fransa Respublikasının dəyərlərini, tarixini, hətta mədəniyyətini mənimsəməkdən gedir. Elədir. Gəl anlamağa çalışaq. Bu imtahan kimin həyatına toxunacaq, içində nələr var və bu dəyişikliyin arxasında hansı fərqli baxışlar dayanır? Məhz elə. Fransada 3 ildir işləyirsən, hər şey qaydasındadır. İndi isə statusunu möhkəmləndirmək, yəni çox illik yaşayış icazəsi almaq istəyirsən. Və bu nöqtədə qarşına bu yeni imtahan çıxır, sanki bir Everest zirvəsi kimi. Bəs bu Everestdə kimlər dırmaşmalıdır? Yalnız vətəndaşlıq istəyənlər. Bax, bu çox yaxşı sualdır, çünki detallar çox vacibdir. İmtahan Avropa İttifaqı xaricindən gələn və ilk dəfə müəyyən sənədlərə müraciət edənlər üçündür. İlk dəfə. Bəli, 3 əsas kateqoriya var. Birincisi, sənin dediyin kimi, çox illik yaşayış icazəsi. İkincisi, daha uzun müddətli olan rezident kartı. Və nəhayət, son mərhələ Fransa vətəndaşlığı. Yəni, əgər mənim artıq çox illik kartım varsa və onu sadəcə yeniləyirəmsə... O zaman yox, sənə aid deyil. Amma bir illik kartdan çox illik karta keçid edirsənsə, o zaman bəli, imtahan qapını döyəcək. Aydındır. Deməli, bu, inteqrasiya pilləkanının hər vacib pilləsində qoyulmuş yeni bir qapıdır. Bəs bu qapını açmaq üçün nə lazımdır? Formatı necədir? Yəqin ki, adi bir söhbət deyil. Qətiyyən, çox ciddi, standartlaşdırılmış bir prosesdir. İmtahan tamamilə rəqəmsaldır, kompüter arxasında 45 dəqiqə ərzində. 45 dəqiqə. Bəli. Qarşında 40 suallıq, çox variantlı bir test olur. Amma maraqlı olan sualların bölgüsüdür. 28 sual sırf bilik yoxlamasıdır. Yəni, konkret faktlar, tarixlər, rəqəmlər. Bəs qalanları? Qalan 12 sual isə məncə ən çətin olanıdır. Mizan situasyon, yəni situasiya təhlili. Bir dəqiqə, situasiya təhlili? Necə yəni? Qonşun səsküy salır. Nə edərsən? Tipli suallar? Təxminən elə, amma daha çox respublika dəyərləri kontekstində. Məsələn, işdə ayrı seçkiliklə üzləşsən, Fransa qanunlarına görə hansı addım atmalısan? Və ya övladının məktəbində dünyəvilik prinsipi ilə bağlı bir məsələ çıxsa, sənin mövqeyin necə olmalıdır? Bu işə xeyli dəlizləşdirir. Amma əsl şok edici məqam məncə keçid balıdır. Mənbələrdə gördüm ki, 80% tələb olmuş. Bəli, 80%. Yəni, 40 sualdan cəmi 8 səhv etmək olar. Bu, inanılmaz dərəcədə yüksək bir həddir. Çox yüksəkdir. Və nəzərə al ki, kəsilsən yenidən cəhd edə bilərsən, amma hər cəhd pulludur. Qiyməti də imtahan mərkəzləri özləri təyin edir. Bu da əlavə təzyiq deməkdir. Əlbəttə. Yeganə müsbət tərəfi odur ki, imtahanın nəticəsi ömürlükdür. Yəni, bir dəfə keçdinsə, o nəticə həmişə sənindir. Amma bu, başqa bir məsələni də ortaya çıxarır. Ona da gələcəyik. Mən mənbələrdəki nümunə suallara baxanda açığı çaşıb qaldım. Bu, sadəcə Fransanın paytaxtı haradır səviyyəsi deyil. Bir sual belədir. 4 oktyabr 1958-ci il Fransa Konstitusiyası neçə maddədən ibarətdir? Cavab 108. Bəli, 108. Düzü, mən əmin deyiləm ki, ətrafımdakı fransız dostlarımın neçə faizi bunu bilər. Milli himnlə bağlı sual da çox spesifikdir. La Marseillaise-dən bir misra verilir. Aux armes, formez vos bataillons və boşluğu doldurmaq tələb olunur. Cavab citoyen, yəni vətəndaşlar. Bəli. Bu, bir tərəfdən mədəni savadlılığı yoxlayır, amma digər tərəfdən bütün bunlar birləşəndə ortaya çox çətin bir mənzərə çıxır. Bax, bu suallar bizi çox vacib bir məqama gətirir. Bu imtahan təkcə vətəndaşlıq biliyini yoxlamır. O, həm də gizli bir dil imtahanıdır. Ha, maraqlıdır. Bu siyasi, hüquqi terminologiyanı anlamaq üçün sadəcə gündəlik danışıq dili bəs etmir. Yüksək səviyyədə fransız dili mütləqdir. Təsadüfi deyil ki, elə bu imtahanla eyni vaxtda dil tələbləri də kəskin şəkildə artırılır. Bəli, bu bəlkə də hekayənin ikinci, amma eyni dərəcədə vacib hissəsidir. Gəl bu yeni dil tələblərini bir açaq.
2026-dan çoxillik yaşayış icazəsi üçün A2 səviyyəsi tələb olunacaq. Əvvəllər bu heç yox idi. Düzdür, sıfırdan gəlir A2, yəni sadəcə özünü təqdim edib gündəlik ehtiyaclarını bildirmək. Amma sıçrayışlara baxaq, rezident kartı üçün tələb A2-dən B1-ə qalxır. B1 artıq müstəqil istifadəçi deməkdir. Və zirvə, vətəndaşlıq üçün tələb B1-dən B2-yə qaldırılır. Gəl dinləyicimiz üçün aydınlaşdıraq, B2 nə deməkdir? Bu sadəcə bir hərf və rəqəm deyil axı. Qətiyyən, arada böyük fərq var. B1 səviyyəsi ilə sən Fransada bir turist kimi çox rahat yaşaya bilərsən, amma B2 səviyyəsi ilə sən orada bir həmkar, bir iş yoldaşı ola bilərsən. Yəni daha dərin ünsiyyət. Bəli. B2 mürəkkəb mətnləri anlamaq, öz ixtisasın üzrə müzakirələrdə iştirak etmək, axıcı və spontan danışmaq deməkdir. Mənbələrdə də vurğulandığı kimi, B2 Fransa universitetlərinə qəbul üçün tələb olunan səviyyədir. Faktiki olaraq hökumət deyir ki, bizim vətəndaşımız olmaq üçün akademik səviyyədə dil bilməlisən. Bu, inteqrasiya anlayışına tamamilə yeni bir baxışdır. Və bu da bizi məsələnin siyasi köklərinə gətirir. Bütün bu sərtləşdirmə haradan gəlir? Birdən-birə ortaya çıxan bir ideya deyil yəqin ki. Qətiyyən, bu imtahan birbaşa 2024-cü ilin yanvarında qəbul edilmiş səsküylü immiqrasiya qanununun bir hissəsidir. Amma işin maraqlı tərəfi onun icra mexanizmidir. Necə yəni? Mənbələr deyir ki, imtahanın detallarını müəyyən edən sərəncam keçmiş Daxili İşlər Naziri Bruno Retailleau tərəfindən 2025-ci ilin oktyabrında imzalanıb. Özü də vəzifədən getməsinə cəmi 2 gün qalmış. Cəmi 2 gün qalmış. Bəli, hətta HDFP-yə danışan bir mənbənin sözlərinə görə, nazirin komandası son anda imtahanın məzmununu daha da sərtləşdirib. Sanki son dəqiqə qolu kimi bir şeydir. Bu, əlbəttə ki, miqrantlara dəstək olan təşkilatların sərt reaksiyasına səbəb olub. Gəl, tərəf tutmadan onların argumentlərinə də baxaq. Onları ən çox nə narahat edir? Onların əsas argumenti budur ki, tələblər reallıqdan qopub. Məsələn, Sekur Katolik təşkilatından Ələn Sekato çox kəskin bir ifadə işlədir. Biz əcnəbilərdən bir çox fransızdan daha yüksək səviyyə tələb edirik. Çox sərt iddiamdır. Və vurğulayır ki, Fransa əhalisinin özünün bir hissəsi funksional savadsızlıqdan əziyyət çəkir. Belə bir vəziyyətdə illərdir orada yaşayan birindən konstitusiyanın maddə sayını soruşmaq nə dərəcədə ədalətlidir? Və başqa bir tənqidi də var ki, məncə çox vacibdir. Bu test bir insanın kim olduğunu tamamilə nəzərə almır. Sənin könüllü olmağın, cəmiyyətdə fəal olmağın, bunların heç birinin əhəmiyyəti yoxdur. İnteqrasiya sadəcə akademik biliyə endirilir. Məhz elə, amma tənqidçilərin ən böyük qorxusu bu da deyil. Ən böyük qorxu insanların sənədsiz, qeyri-legal vəziyyətə düşmə riskidir. Necə? Mexanizm çox sadə, amma bir o qədər də amansızdır. Müvəqqəti, yəni bir illik yaşayış icazəsini maksimum 3 dəfə yeniləyə bilərsən. 4-cü ildə sən məcbursan ki, çox illik karta müraciət edəsən. Və bu zaman qarşına bu imtahan çıxır. Əgər dəfələrlə cəhd edib keçə bilməsən. Onda sistem sənin sənədini yeniləməkdən imtina edə bilər. Təsəvvür et, sən illərdir Fransada qanuni yaşayırsan, işləyirsən, amma konstitusiyanın maddə sayını bilmədiyin üçün bir anda bütün statusunu itirib sənədsizə çevrilə bilərsən. Dəhşətdir. Məhz buna görə də tənqidçilər deyirlər ki, bu bir bilik yoxlaması deyil, bu bir seçim vasitəsi. Cəmiyyətdən kimisə kənarda qoymaq üçün yeni bir maneədir. Bu qədər çətin, yüksək riskli bir imtahanla üz-üzə qalanda insanın ağlına ilk bu sual gəlir. Bəs buna necə hazırlaşmaq olar? Hökumət hansısa dəstək mexanizmləri təklif edir? Xoşbəxtliklə ilə tamamilə tək buraxmırlar. İlk və ən etibarlı mənbə əlbəttə ki, Daxili İşlər Nazirliyinin özünün yaratdığı veb-saytdır. formationtv.interior.gouv.fr Rəsmi sayt. Orada hazırlıq üçün materiallar var və ən vacibi o 28 bilik əsaslı sualın tam siyahısı orada dərc olunub. Yəni nə soruşulacağını əvvəlcədən bilirsən. Amma burada bir amma var elə deyilmi? Mənbələrdə oxudum ki, o 12 situasiya təhlili sualı ilə bağlı heç bir rəsmi nümunə yoxdur. Bu, böyük bir qeyri-müəyyənlik gətirir. Sanki labirintin bir hissəsinin xəritəsini verib, digər hissəsini qaranlıqda buraxırlar. Mükəmməl bənzətmədir. Məhz bu boşluğu doldurmaq üçün bazarda yeni oyunçular peyda olub. Latest, Civic.fr kimi üçüncü tərəf platformaları yaranıb. Onlar nə edir?
Onlar rəsmi materiallara əsaslanaraq özlərinin sınaq imtahanlarını hazırlayırlar. Bu platformalar xüsusilə o dərc olunmamış situasiya suallarını hazırlaşmaq üçün faydalı ola bilər. Zamanla yarışmaq, məşq etmə imkanı yaradır. Gəl bir vacib detalı da aydınlaşdıraq. Bayaq dedin ki, imtahanın nəticəsi ömürlükdür. Amma orada da bir incəlik var. Sənədin növündən asılı olaraq imtahanın fərqli versiyaları var. Düz başa düşmüşəm? Tamamilə. Bu çox çaşdırıcı, amma vacib bir məqamdır. Tutaq ki, sən çox illik yaşayış icazəsi üçün imtahan verdin və keçdin. Bir neçə il sonra rezident kartı üçün müraciət edirsən, sənin əvvəlki nəticə keçərli deyil. Necə yəni? Çünki rezident kartı üçün daha çətin səviyyəli yeni bir imtahan verməlisən. Eyni məntiq rezident kartından vətəndaşlığa keçid üçün də keçərlidir. Hər yeni status üçün yenidən daha çətin bir imtahandan keçməlisən. Bu o deməkdir ki, inteqrasiya yolu təkcə uzun deyil, həm də çox bahalı bir prosesə çevrilir. Hər mərhələ yeni imtahan, yeni hazırlıq, yeni ödəniş. Bəli, bu prosesi həm uzadır, həm də maddi durumu zəif olan insanlar üçün əlçatmaz edə bilər. Yaxşı. Onda bütün bu danışdıqlarımızı bir yerə yığsaq, nə mənzərə çıxır? 2026-dan Fransada inteqrasiya qaydaları kökündən dəyişir. Ortaya qoyulan yeni imtahanlar, demək olar ki, akademik səviyyədə hazırlıq və universitet səviyyəsində dil biliyi tələb edir. Sonda iki bir-birinə zid, amma hər ikisi də özlüyündə məntiqli olan mövqeyə dayanır. Bir tərəfdə hökumət var. Deyirlər ki, bu, respublika dəyərlərinə sadiqliyi ölçən, inteqrasiyanı gücləndirən bir vasitədir. Argumentləri budur. Əgər bizim vətəndaşımız olmaq istəyirsənsə, bizim kim olduğumuzu dərindən bilməlisən. Digər tərəfdə isə tənqidçilər var, hüquq müdafiəçiləri, miqrantlara dəstək olan təşkilatlar. Bəli, onlar isə bunu sosial reallıqdan qopmuş, həddindən artıq tələbkar bir seçim aləti kimi görürlər. Deyirlər ki, bu, inteqrasiyaya kömək etməyə əvəzinə insanları cəmiyyətdən təcrid edəcək, yeni maneələr yaradacaq və ən pisi onları sənədsiz qalmaq təhlükəsi ilə üz-üzə qoyacaq. Və bu iki mövqe toqquşanda əslində hər şey bir fundamental sualın ətrafında fırlanır. İnteqrasiya nədir? Məhz elə. Və sonda sənin üçün bir düşüncə sualı da elə budur. Mənbələrdə dəfələrlə qeyd olunur ki, bu test bir insanın könüllülük fəaliyyətini, sosial əlaqələrini, cəmiyyətə verdiyi praktik töhfəni qətiyyən nəzərə almır. Bu da bizi əsas suala gətirir. Bir insanın bir cəmiyyətə inteqrasiyasını həqiqətən nə müəyyən edir? Ölkənin 1958-ci il konstitusiyasının maddə sayını bilmək, yoxsa hər səhər işə gedib vergi ödəmək, qonşusunun uşağına kömək etmək və ən əsası, biri digəri olmadan həqiqətən ölçülə bilərmi? Bu sualın cavabı yəqin ki, bu yeni qanunun gələcəkdə Fransa cəmiyyəti üçün uğur yoxsa uğursuzluq olacağını müəyyən edəcək.